Bismillahirrahmanirrahim. Baku TV'nin efirində peyğəmbərlərin və rəsulların bir-birlərindən üstün olub olmaması haqda söhbət getdi. Ona görə də əziz izləyicilərə bu haqda qısa məlumat vermək istəyirəm. La nufarriqu beynə əhədim. Yəni biz onlar arasında heç bir fərq qoymuruq. Bəziləri deyir ki, Uca Allah Qurani-Kərimdə rəsullar arasında fərq qoymamağa çağırır. Lakin biz həmin ayələrə yaxşı baxsaq, görərik ki, Uca Allah fərq qoymamaqda, iman etməkdə, təsdiq etməkdə fərq qoymamaqdan danışır. Misal üçün, Uca Allah buyurur ki, möminlərin dilindən buyurur ki, La nufarriqu beynə əhədim min rusulih. Möminlər deyərlər ki, biz Allahın rəsulları arasında fərq qoymuruq. Bu ayədən əvvəlki ayəyə baxsaq, ayənin əvvəlinə baxsaq, görərik ki, Uca Allah rəsullara iman etməkdən danışır və bu ayədə də bildirir ki, onlara iman etməkdə biz fərq qoymuruq. Yəni, bəzilərinə iman edib, digər ayələrdə Allah təala buyurur, bəzilərinə iman edib, bəzilərinə iman etmirik deyilməli deyil. Bütün rəsullara iman etmək lazımdır. Həmçinin Uca Allah digər ayədə də buyurur ki, وَالَّذ۪ينَ آمَنُوا بِاللّٰهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُوا بَيْنَ أَحَدٍ مِّنْهُمْ. Allaha və rəsullarına iman edərək, onun rəsulları arasında fərq qoymayanların Allah savabını verəcəkdir. Həmçinin bu ayədə də diqqətlə baxsaq görərik ki, söhbət fərq qoymamaqda, yəni iman edib, etməməkdə gedir ki, bəzilərini iman edib, bəzilərini iman etməmək olmaz. Hər bir rəsula və peyğəmbərə biz iman edib təsdiqləməliyik. Əksinə biz Qurani-Kərimə nəzər salsaq, görərik ki, Uca Allah Qurani-Kərimdə bəzi rəsulları digərlərindən, bəzi peyğəmbərləri isə digərlərindən üstün etdiyi haqda bir neçə ayələrdə bunu qeyd etmişdir. Uca Allah buyurur ki, Tilkər rusulu faddalna ba'dahum alə ba'd, minhum mən kəlləməllahu və rəfəə ba'dahum dərəcət. Uca Allah buyurur ki, biz o elçilərin bəzilərindən üstün etdik. Onlardan bəziləri ilə Allah danışmış və bəzilərinin isə dərəcələrini daha da qaldırmışdır. Həmçinin Uca Allah buyurur ki, وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْض. Biz peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Həmçinin Uca Allah Qurani-Kərimdə əzm sahibləri olan rəsullara işarə edərək buyurur ki, فَصْبِرْ كَمَا صَبَرَ أُولُو الْعَزْمِ مِنَ الرُّسُلِ. Əzm sahibləri olan rəsullar səbr etdiyi kimi sən də səbr et. Biz bütün bu ayələrə nəzər salanda bilməliyik ki, əlbəttə ki, iman məsələsində bütün rəsullara iman etməliyik, heç birilərinin arasında iman cəhətdən fərq qoymamalıyıq. Bütün bu oxunan ayələrdən və hətta digər ayələr ki vardır, mən onlara toxunmadım. Məlum olur ki, Uca Allah bizə öyrədir ki, rəsullar arasında iman etmək cəhətdən heç bir fərq qoymalı deyilik. Lakin Uca Allah özü də bildirir ki, bəzi rəsullar və bəzi nəbilər, peyğəmbərlər arasında dərəcə etibarı ilə fərq vardır. Necə ki, yuxarıda oxuduğum ayədə Uca Allah bildirir ki, Allah o rəsullardan bəziləri ilə danışmışdır, bəzilərinin dərəcələrini qaldırmışdır. Bununla da bilinir ki, Uca Allah bütün rəsulları və nəbiləri ilə danışmamış, onların içindən seçərək bəziləri ilə danışmış, hansı ki, bu danışığı ilə onları dərəcə etibarı ilə daha da qaldırmışdır. Hələlik bu qədər. Uca Allah sizi qorusun.